Vallah bəsdirin. Normal şeylərlə məşğul olun. Qidalanmanızı düzəldin, balanslaşdırın. İdmanla məşğul olun, biraz hərəkət eləyin. Ərindiyinizdən o qatıqlı sumaqlardan başqa heç nə eləmirsiniz. 99% arıqlama prosesinə təsir göstərən şeyi qoymusunuz qırağa. O ümumilikdə nə isə də müəyyən dərəcədə bu boyda sürətləndirə bilmə qabiliyyəti olan, nə bilim, zəncəfil belə gəldi, nə bilim, pul biber belə getdi, kofe limon belə gəldi, sumaq belə gəldi. Bunlar hamısı arıqlama prosesinin, ümumi arıqlama prosesinin cəmi yarım faizini təşkil edə bilərlər və yaxud da ki, yox. Qalan həmin o 99,5 faizini qidalanma, düzgün, doğru şəkildə korreksiya edilmiş qidalanma tərzi və həyat tərzinin doğru şəkildə korreksiyası. Mən qatığa arıqladıcı maddə kimi baxmıram. Qatığın tərkibindəki laktozaya baxıram, qatığın tərkibindəki züala baxıram, yağa baxıram və karbohidrat miqdarına baxıram. Qutardı getdi. Bu mənim üçün, orqanizmim üçün bərpa materialları və enerji mənbəyidir. Mən üçün başqa bir şey deyil. Qatıq arıqladır, o yox. Doğrudan da bir nutrisiolog gözünlə öyrənsəz qidalara baxmağa, heç bir qidaya diliniz gəlib deməz ki, o arıqladır.